Salam, 13 nömrəli suala baxırıq. Trigonometrik tənlik verilib, tənliyin həllini soruşur. Əvvəlcə buradakı mötərizəyə baxırıq. Biz bilirik ki, sinus, daha doğrusu, kosinus kvadratı x minus sinus kvadratı x, kosinus 2x'in açılışıdır. Yəni, buradakı bucağı 2'yə vurmalıyıq. İndi orada verilən ifadəni yazmalıyıq ki, mənfi kosinus kvadratı x bölü 2 minus sinus kvadratı x bölü 2. Bu da bizə verir mənfi kosinus x'i. İndi və biz bilirik ki, bir üstə gəl tangens kvadratı x də 1 böl kosinus kvadratı x'ə bərabərdir. İndi yazdıqlarımızı aparıb yerinə qoysaq, birinci mötərizənin yerinə mənfi kosinus x vurulsun. Sürətdə tangens x bölü 2'nin yerinə sinus x bölü 2 kosinus x bölü 2. Məxrəcdə isə 1 böl kosinus kvadratı x bölü 2 bərabərdir 4'te 1'ə. İndi buradan alırıq ki, mənfi kosinus x vurulsun. Bu qalxır, sürətə vurulur. Yəni, kosinus kvadratı x bölü 2 vurulsun sinus x bölü 2 böl kosinus x bölü 2 bərabərdir 4'te 1'ə. Burada kosinuslardan biri ixtisar gedir. Məxrəcdəki kosinus x bölü 2 ilə və kosinus x bölü 2 vur sinus x bölü 2 alındı. Bu ifadənin hər tərəfini 2'yə vuraq. Bunu da 2'yə vururam. Sağ tərəfi də 2'yə vururam. Bunu 2'yə vuranda sol tərəfdə 2 kosinus x bölü 2 və sinus x bölü 2 qruplaşır. Baxın, 2 kosinus x bölü 2 və sinus x bölü 2 qruplaşır. Bu bizə verir sinus x'i. İndi yazırıq yerinə mənfi sinus x vurulsun. Burada bir dənə kosinus x də qalmışdı. Kosinus x bərabərdir 4'te 1'i də 2'yə vuranda alınır 2'də 1. Yenidən hər tərəf 2'yə vururam. Bunu da 2'yə vururam, sağ tərəfdə 2'yə vururam. Alınır sol tərəfdə mənfi 2 sinus x kosinus x bərabərdir 1. Buradan da mənfi sinus 2x bərabərdir 1'ə. Sinus 2x bərabərdir mənfi 1. Sinus 2x, sinus x bərabərdir mənfi 1 də tənin xüsusi halıdır. Mənfi pi böl 2 üstə gəl 2 pi k'ya bərabərdir. Deməli, buradan x alırıq ki, mənfi pi böl 4 üstə gəl pi k. Həlli çox uzun oldu. Yəni, soruların açılışını yazıram deyə. Düzgün cavab olacaq B variantı.